Müsəlmanın Qalası kitabında səhər zikirlərinə başlamışıq. Və müəllif rahimehullah qeyd olundu ki, Elhamdülillah vahdə və salatu və selamu alə mən la nəbiyyə ba'də belə başlayır. Lakin səhər zikirlərinin bununla başlamasına bir dəlil yoxdur. Yəni, bu bölümlərin əvvəlində və ya kitabın əvvəlində belə başlana bilər. Və sonra səhər zikirlərindən, səhər-axşam zikirlərindən Ayətül Kürsünü, Kürsü ayəsini gətirdi və bu barədə olan müxtəlif rəvayətləri götürdük və onların bir çoxunda bu Ayətül Kürsünü yatarkən, yəni oxumaq haqqında gəlmiş və həmçin bəzi rəvayətlərdə də səhər-axşam oxumaq haqqında da keçir. Və bundan sonra isə muavvizat, yəni Qul əuzu bi rabbil fəlaq, Qul əuzu bi rabbin nas və İxlas surələrinin oxunması səhər və axşam. Abdullah ibn Xubeyb radiyallahu anhudan gəlir ki, xarajna fi leylətin matirin və zulmətin şədidətin natlubu Rasulallahi sallallahu aleyhi və səlləmə liyusalliyə lənə. Biz yağışlı və qaranlıq bir gecədə çıxmışdıq. Peyğəmbər sallallahu aleyhi və səlləmi axtarırdıq ki, bizə namaz qıldırsın. Fəədraknəhu, biz ona yetişdik. Fəqalə salleytum, və dedi ki, siz qıldınızmı, namaz qıldınızmı? Fələm aqul şeyən, mən heç nə demədim. Fəqalə qul, fələm aqul şeyən. Yenə dedi ki, de, mən də heç nə demədim. Thumma qalə qul, yenə üçüncü dəfə deyir, de, fələm aqul şeyən. Thumma qal, fəqultu ya Rasulallah, mə aqul. Və sonra yenə deyir ki, de, dedim ki, Allahın Rasulü, nə deyim? Dedi ki, qul huvallahu əhəd vəl muavvizəteyn hinə tumsi və hinə tusbihu thələthə mərratin təkfikə min kulli şey. Qul huvallahu əhəd və Fələq və Nəs surələrini axşamladığın və sabahladığın zaman 3 dəfə söylə və hər şeyə qarşı sənə kifayət edər. Bu hadis Abu Davudda, Tirmizdə keçir və Abu Davud rahimehullah bu haqda susmuşdur və Abu Davudun rahimehullahın susması, yəni o hədisin hüccət olmasına dəlalət edir. Və Tirmizi rahimehullah isə onu Həsən, Səhih və Qarib adlandırmışdır. Və Munzir rahimehullah isə deyir ki, bu Həsən dərəcəsindən aşağı enmir və ola bilsin ki, Buxari və Müslim və yaxud onlardan birinin şərtinə uyğundur. Və Nəvavi rahimehullah səhihləşdirmişdir və həmçinin İbn Dəqil İd və İbn Həcər və həmçinin Şeyx Abdüləziz İbn Bəz rahimehullah və həmçinin Şeyx Alban rahimehullah həsənləşdirmiş bir yerdə və digər yerdə isə Həsən sahih söyləmişdir. Və başqa bir yerdə isə Şeyx Alban rahimehullah səhih olduğunu söyləmişdir. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bu surələrin İxlas, Fələq və Nəs surələrinin səhər və axşam 3 dəfə oxunmasını zikr edir və bunların hər şeyə qarşı kifayət olacağını bildirir. Və bu surələr haqqında bundan öncə danışılmışdır və bu surələrin özündə əhatə etdiyi mənalar və həmçinin biz istiazə haqqında götürdük. İstiazə, adə sözündən götürülüb, adə ya'udu, əstə'idu, iyəzən billah və bunlar qorunmağa, sığınmağa dəlalət edir. Və sən deyəndə ki, əuzu billah, yəni mən Allaha sığınıram, Allah qorunuram. Yəni Allahla hər qorxduğum, çəkindiyim şeydən qorunuram. Yəni bu kəlmənin həqiqəti, mahiyyəti insanın qorxduğu şeydən qoruduğuna qaçmasıdır. Və necə ki, İbn Qayyim rahimehullah buyurur, fəəuzu bima'nə, demək, əuzu, yəni mən sığınıram,
qorunuram. Yəni müstəiz isə mənası yəni sığınacaq bir yerdə qorunandır. Yəni qəlbi ilə yönəlib ona bağlanan və İbn Qayyim rahimehullah buna misal gətirir. Bir uşağı. Əlləzi ləzimə əbəv hinəmə əv ində əv bədə şər'aduhu. Yəni düşmən ona qarşı onun üzünə silah qaldırdıqdan sonra qaçır və yolda atası onun qarşısına çıxır və özünü atasının üstünə atır və atasına sarılır, ondan möhkəm yapışır. Yəni İbn Qayyim rahimehullah yəni bunu sığınmağı belə misal gətirir. Yəni təsəvvür edin ki, bu uşaq olduqca qorxu içərisindədir və düşməndən qaçır, sonra atasının qarşısında yəni onunla qarşılaşır və ona sarılır. Və həmçinin də düşməndən qaçan, sığınan və hansı ki düşməndən onun həlak etməsindən qorxur, Rəbbinə sığınır, özünü yaradana sığınır və ona tərəf qaçır və onun qarşısında özünü yerə atır. Və elə bil ki, bunu bu mənanı yaxınlaşdırmaq baxımından İbn Qayyim rahimehullah gətirmişdir. Yəni təsəvvür edin ki, yəni bu düşməndən qaçan insan yəni necə sığınacaq bir yerdə, yəni burada atasını misal gətirir, necə ona sarılır. Və eyni zamanda düşməni şeytan olan, düşməndən də sığınan insanın halı belədir. Və yaxud da qorxduğundan, çəkindiyindən. Və bu uşağın vəsfidir. Mənanı yaxınlaşdırmaq üçün bunu qeyd edib. Və o ki, qaldı istiazə. İstiazə əslində insanın qəlbində olan bir mənadır. Və bunun arxasında da başqa ifadələr vardır. Yəni, eyni zamanda bu onu bildirir ki, insan əudu dediyi zaman, yəni bu mənim əlimdə deyil. Yəni, mən bunu özlüyümdə gücüm çatmır. Yəni, hansı duada, yəni görsəz ki, əudu sözü keçir, yəni insan öz gücündən, bacarığından, hünərindən uzaq olması deməkdir. Yəni, hansı ki, hər hansı bir nemətin qalmasını istəyir, onun itməsindən Allaha sığınır. Bir növ etiraf etmiş olur ki, yəni bunlar onun hünərinə görə deyil, bacarığına görə deyil, Allah Teala'nın onu saxlamasına görədir. Deməli, bu mənanı, bu misalı İbn Qayyim rahimehullah yəni anlatmaq üçün gətirmişdir. Deməli, istiadə deyildiyi zaman əsasən yəni insanın qəlbində olan bir mənadır, sığınmasıdır, Rəbbinin qarşısında öz mühtaclığını və zəlilliyini yəni etiraf etməsidir. Etiraf etməsidir. Və o uşaq ki, yəni atasına sığınır, yəni ondan möhkəm yapışır və qəlbində yəni ola bilər ki, atası onu xilas etməyə, düşməndən yəni xilas etməyə gücü çatmasın və düşmən həm onu həlak etsin və həmçinin atasını. Amma o insan ki, Allaha sığınır, yəni ən böyük gücə sığınmış sayılır, ən əzəmətli gücə. Yəni onu məğlub etmək mümkün deyildir. Yəni Allah Teala'nın istədiyi geri qaytarılmır. Yəni beləliklə digər mənalar, hansı ki sevgi haqqında olan mənalardır, təvəkküldür, rağbədir və bunlar hamısı Allah Teala'nın ucaldılmasını, təzim olunmasını bildirir. Və İbn Qayyim rahimehullah deyir ki, huva littəqribi faqat. Bu sadəcə mənanı yaxınlaşdırmaq üçündür. Və o ki, qaldı bunun həqiqətini ifadə etmək, yəni bu başqa məsələdir. Yəqul hədə mislən insan ləd yəkunu inninən fətədqul ləhu şəhvətən nikah. Yəni bir insan ki, yəni ümumiyyətlə onun nəfsi istəkləri və yaxud şəhvəti yoxdur, yəni evlənmək haqqında və bunun ləzzəti haqqında danışıldığı zaman və o insan bunu təsəvvür edə bilmir. Huvə ya'rifu ləddətət ta'am. Yəni o yediyi yeməyin dadını bilir. Və həkədə mən kənə faqidən lit-ta'am. Və həmçinin
yemək tapmayan insan və sən ona müxtəlif yeməklərdən danışırsan, yəni o isə onu təsəvvür edə bilmir. Və həmçinin yəni bir insanın qəlbi Allah sevgisindən xalidirsə, yəni onun qəlbi Allahla ünsiyyətdən xalidirsə, yəni Allahla münacat nədir? Gizli danış, yəni pıçıldayaraq danışmaq, onun ləzzətindən xalidirsə, yəni Allahın qarşısında yerə sərilənlərdən deyilsə, hansı ki bundan başqa, yəni insanın qəlbini bürüyən, əhatə edən səadət, yəni sevgidir, ünsiyyətdir, Rəbbi ilə danışaraq və onun qarşısında yerə sərilərək əldə etdiyi ləzzətdir. Yəni bunlardan xalidirsə, sən bu barədə ona danışdığın zaman o insan bunu bilməyəcək. Yəni bu məqsədi, bu muradı təsəvvür edə bilməyəcəkdir. Lakinnə ibarat tuqarrib ləhu qadral mustata. Lakin bu ifadələr sadəcə müəyyən qədər yəni yaxınlaşdırır. Yəni başqa bir misal, yəni bir insan ərəb dilini bilmir və yaxud da digər xitabları bilmir və o insana Qur'anın ecazkarlığı haqqında danışdığın zaman və yaxud da bəlağat haqqında, fəsahət, bəyan haqqında danışdığın zaman, yəni o insan bunu hiss edə bilməyəcək, anlaya bilməyəcəkdir. Və Allah Teala sığınacaq yer Allah Teala'dır. Yəni Fəlaq surəsində nə keçir? Rabbul Fəlaq. Qul əuzu bi Rabbil Fəlaq. De ki, mən Fəlaqın Rəbbinə sığınıram. Fəlaq nədir? Sübhün Rəbbinə. Yəni Fələqa sözü götürdük ki, yarmaq deməkdir. Fələqa, yarmaq. Yəni yarmaqla sübhün nə kimi əlaqəsi var? Yəni Allah Teala gecənin içərisindən yarıb sübhü çıxartdığına görə Fələq adlanır. Və həmçinin insanların Rəbbinə, insanların hökümdarına, ilahına insan bu surələri oxuduğu zaman sığınmış olur. Fələ yüstəadu bi əhədi minəl xalq. Yəni Allahdan başqa kiməsə sığınmaq olmaz. Yəni çünki sığınanları qoruyan Allah Teala'dır. Və o şərlərdən xilas edən Allah Teala'dır. Və həmçinin Allah Teala bizə xəbər verir ki, o insanlar haqqında, kişilər haqqında onlar cinlərə sığınırdılar. Və Allah Teala buyurur ki, onlar cinlərə sığınırdılar, fəzəduhum rahaqa. Yəni bu onların zəifliyini daha da artırdı. Yəni burada digər görüşlər də var. İki məşhur məna var. Ennel cinni zədətil insəl-ləzi yestəidun bihim rahaqan. Yəni cinlər o insanların, onlara sığınan insanların zəifliyini, qorxusunu daha da artırdı. Və onlar sığınırdılar ki, qorxuları aradan qalxsın. Əksinə onlar sığındığına görə, cinlərə sığındığına görə onların qorxusu, zəifliyi daha da artdı və cinlər onlara musallat oldu və qəlblərinə qorxu atdılar və onlara hakim oldular. Yəni, dedilər ki, biz onların üzərində ağa olduq. Fəzəduhum rahaqa, bu mənalardan birincisidir. İkinci məna isə, ennel insə bihədil istiadə zədətil cinnə kibran və tihən və təazuman. Yəni, insanlar cinlərə sığınmaqla cinlərin azğınlığını, böyüklüyünü, təkəbbürlüyünü daha da artırdılar. Və buna görə də sığınmaq yalnız Allaha olmalıdır. Allahdan başqasına sığınmaq olmaz. Və buna görə bu iki surə, yəni Fələq və Nəs surələri özündə bütün şərlərdən Allaha sığınmağı əhatə edir. Və buna görə kim Fələq və Nəs surələrini oxuyarsa, bütün şərlərdən Allaha sığınmış olur və eyni zamanda qorunmuş olur. Fələq surəsi xarici şərlərdən. Fələq surəsi xarici şərlərdən qorunmağı əhatə edir özündə. Nəs surəsi isə daxili şərlərdən. Həm daxili, həm də xarici. Deməli, Fələq surəsi xarici şərlərdən qorunmağı, sığınmağı əhatə edir və Nəs surəsi isə daxili. Amma zərər baxımından isə hansı şərlər daha şiddətlidir? Daxili şərlər. Nəyə görə? Çünki xarici şərlər insana üz verdiyi zaman, məsələn, heyvanlar, ilandır, əqrəbdir və digər
zərər verici heyvanlardan insana hər hansı bir zərər toxunduğu zaman, yəni insana kəffarə olur, günahların bağışlanmasına səbəb olur. Amma daxili şərlər, hansı ki, əl-xannəs-illəzi yuvəsvisu fi sudurin-nəs, o xannəs ki, insanların qəlbində vəsvəsə verir, bu vəsvəsənin üzərinə yaranır, günah yaranır. Və demək, günaha görə nə var? Əzab var. Ona görə daxili şərlər bu baxımdan daha şiddətlidir. Deməli, bütün şərlərdən, bütün afatlardan, bəlalardan bu surələri oxunmaqla insan Allaha sığınmış olur. Deməli, qul əudu bi rabbil fələq. Deməli, götürdük ki, fələqa yarmaqdır. Allah Teala fəliqul həbbi və nəvə. Yəni, fəliq yarandır, həb dəni və toxumu. Yəni, toxumu, dəni yarıb onun içindən bitki çıxardır, cücərdir. Fəliqul isbahi min şərri mə xaləqə kullu şərrin thumma ba'də dəlikə və anva minəşşurur və həmçə Allah Teala yəni sübhü yarıb çıxardır. Deməli, bu deməkdir ki, əgər Allah Teala qaranlıq zülmətin içərisindən sübhü yarıb çıxardırsa və səni də bütün şərlərdən qorunmağa qadirdir. Yəni, qul əuzu bi rabbil fələq, yəni deyir ki, mən sübhün Rəbbinə sığınıram. Min şərri mə xaləq, yaratdıqlarının şərrindən. Bütün şərri olan, yaranmışın, məxluqatın şərrindən insan Allaha sığınmış olur. Və min şərri qasiqin idə vəqabə, və gecənin şərrindən öz zülməti ilə ətrafı bürüdüyü zaman. Və min şərrin nəffəthəti fil uqad, və düyünlərə üfürənlərin şərrindən, seyirbazların, cadugarların şərrindən. Və min şərri həsidin idə həsəd, və həsəd aparanın şərrindən. Həsəd apardığı zaman, həsəd apardığı zaman, nə üçün həsəd? Yəni, ola bilər bir insan, həsəd var insanda, amma hal-hazırda həsəd aparmır. Şər nə vaxt hasıl olur? Həsəd apardığı zaman. Və ona görə burada sığınma hansı haldandır? Və min şərri həsidin idə həsədə. Həsəd aparanın, paxılın şərrindən həsəd apardığı zaman. Deməli, bunlar hamısı hansı şərlərdir? Xarici şərlərdir. Deməli, insan Fələq surəsi oxumaqla bütün çöldə olan, xaricdə olan şərlərdən Allaha sığınmış olur. Və Nəs surəsində də insan insanların Rəbbinə, insanların hökümdarına, ilahına sığınır bir şeydən. O da nədir? Əl-vəsvasil xannəs. Xannəsin, vəsvəsə verən xannəsin şərrindən. Xannəs onun vəsfidir. Şeytanın, vəsvəsə verən şeytanın vəsfidir. Xanəsə gizlənməkdir. Xannəs tez-tez, yəni mübaliğə bazında olduğu üçün tez-tez gizlənən. Yəni, nə vaxt ki, insan Allahı zikr edir, şeytan geri çəkilir və gizlənir. Və insan qəflətə düşən kimi yenə üzə çıxaraq onun qəlbinə, köksünə vəsvəsələr verməyə başlayır. Əlləzi yuvəsvisu fi sudurin-nəs. Yəni, o xannəs ki, insanların sinələrində vəsvəsə verir. Deməli, bu hədis, hansı ki, bu oxuduğumuz hədis, bu iki surənin, Fələq və Nəs surələrinin nə qədər əhəmiyyətli olmasına və faydasının əzəmətli olmasına və həmçinin buna olan ehtiyacın nə qədər şiddətli olmasına dəlalət edir. Və bundan öncə də İbn-i Qayyim rahimehullah buyurmuşdur ki, "Bi-enne hâteyni sureten la yestagni anhuma ahadun bihali minel ahval." Yəni, bu heç bir halda insan buna olan ehtiyacından kənarda qala bilməz. Yəni, davamlı olaraq bu iki surəyə ehtiyacı var, zəruri ehtiyacı var. Hətta yemək və içməyə olan ehtiyacından daha çoxdur Fələq və Nəs surələrinə olan insanın ehtiyacı. Və həmçinin bu iki surənin insana üz verən göz dəymə, sehir və digər şərlərin aradan qalxmasında böyük təsir vardır. Deməli, Fələq və Nəs surələrinin nə vaxt insana sehir olunub, cadu olunub və göz dəyib və bunların aradan qaldırılmasında böyük təsiri vardır. Və həmçinin digər faydaları var və eyni zamanda bu iki surə özündə sığınmağın əsaslarını əhatə edir. Sığınmaq və sığınan və kimə sığınılmalı və nədən sığınılmalı bunları özündə əhatə edir.
Və necə ki, İbn Teymiyyə rahimehullah buyurur, İxlas və Muavvizəteyn surələri, yəni İxlas, Fələq və Nəs surələri özündə sənanı, tərifi əhatə edir. Necə ki, bu İxlas surəsindədir və İstiazə isə Fələq və Nəs surələrindədir. Deməli, İxlas surəsində Allaha tərif vardır. Və Muavvizəteyndə, yəni Fələq və Nəs surələrində isə dua vardır. Elə bil ki, bu sığınan kimsə Allahdan istəyir ki, qorunsun. Burada həm səna, tərif və eyni zamanda dua. Necə ki, Fatihə surəsində Fatihənin yarısı duadır, yarısı sənadır, Allaha tərifdir. Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allah həm də layiqdir, tərifdir. Ar-Rahmanir-Rahim. O mərhəmətli və rəhimlidir. Bu da tərifin təkrarlanmasıdır. Maliki yevmiddin. Və o Allah Teala din gününün, haqq hesab gününün sahibidir. İyyəkə na'budu və iyyəkə nəstəin. Yalnız sənə ibadət edir və yalnız səndən yardım istəyirik. Və bundan sonra isə ikinci hissəsi isə nədir? Duadır. İhdinəs sıratal müstəqim, bizi doğru yola yönəlt. Sıratal ləzina ən'amtə aleyhim. Nemət verdiyin kəslərin yoluna, qayril məğdubi aleyhim və ləddallin, azanların və qəzəbə düşər olanların yoluna yox. Deməli, Fatihə surəsinin yarısı Allaha tərifdir, sənadır və ikinci yarısı isə duadır. Ona görə insan dua etdiyi zaman Allahı tərif etdikdən sonra dua edərsə və bu duanın daha yaxşı qəbul olmasına səbəb olar. Yəni, bir var insan elə başlayan kimi onu ver, bunu ver. Bir də var Allahı tərifləyir və ondan sonra duaya keçir, diləklərə keçir. Belə olarsa dua daha yaxşı qəbul olar. Və müsəlman kimsə günün əvvəlində və sonunda bu surələri oxuyarsın. Sən Qul huvallahu ahad surəsini oxuyur və bununla Rəbbinə səna etmiş olur. İxlas surəsi sənadır, tərifdir və sonra Muavvizəteyn, Fələq və Nəs surələrini oxuyur və bununla dua etmiş, istəmiş və Allaha sığınmış olur. Və kim ki ona qadirdir, ona sığınmış olur. Qorumağa qadir olana sığınmış olur. Deməli, burada müalicəni özündə əhatə edir və bu elə bil ki, Rabbani bir şifadır Allah Teala tərəfindən olan. Ümumiyyətlə, Quranda olan hər bir ayə şəfadır, sadəcə dərman deyildir. Deməli, dərman başqa şeydir, şəfa başqa şeydir. Dərman ola bilər, şəfa ola da bilər, olmaya da bilər. Amma şəfa o deməkdir ki, şəfa, yəni o deməkdir ki, mütləq şəfa, müalicə hasil olur. Çünki Allah Teala buyurur ki, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ Və biz Qur'anı şəfa olaraq və möminlərə rəhmət olaraq nazil edir. Yəni, Qur'an şəfadır. Yəni, Allah Teala demədi, Qur'an dərmandır. Qur'an şəfadır. Deməli, dərman doğru da çıxa bilər, səhv də ola bilər. Və bəzilərinə münasib ola bilir, bəzilərinə yox. Amma şəfanın nəticəsi isə artıq mütləq şəkildə gerçəkləşir. Ona görə Qur'an şəfadır, mücərrəd dərman deyildir. Və buradan da, yəni İxlas surəsində tövhidin kamilliyi vardır və bu həmçinin elmi tövhid, etiqadi tövhid deyilir. Allah Teala'nın təkliyini ispat etmək və eyni zamanda şəriklərin nəfi olunması, yəni Allah Teala'nın şərikinin olmaması və eyni zamanda Allah Teala'nın saməd olması, yəni hamının ona möhtac olması, yəni bu da onu ispat edir ki, Allah Teala kamildir, bütün məxluqat ona möhtacdır və həmçinin onun mənalarından biri də odur ki, lə cəvfələhu, onun boşluğu yoxdur. Yəni bu da Allah Teala'nın kamilliyinə dəlalət edir. Və bütün aləm, ülvü və süfli, aşağı aləm hamısı Allaha yönəlir. Və həmçinin burada ləm yəlid və ləm yulad, doğmamış, doğulmamış evladın nəfi olunması və tay bərabərin nəfi olunması, inkar olunması, yəni Allah Teala'nın bənzərinin olmamasını bildirir və həmçinin Allah Teala'nın bunlara möhtac olmamasını, çünki Allah Teala ğanidir, zəngindir, kiməsə möhtac deyildir
Yəni bütün bunlar hamısını artıq danışılmışdı. Allah Teala'nın Samed adı haqqında. Samed adı, yəni heç kəsə möhtac olmayıb, hamı ona möhtac olandır və həmçinin وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَوْ كُفُوًا أَحَدٍ Allah Teala'nın tayı bərabəri yoxdur. Və bu da Allah Teala'nın yəni oxşar və bənzər olmasından, kiminsə ona bənzər olmasından uzaq tutulmasıdır. Yəni kimsə Allaha bənzəyə bilməz. Vəl-əhəd və tək olması isə Allah Teala'nın şəriklərinin olmamasını bildirir. Deməli, bu iki surə, Fələq və Nəs surələrində yəni hər bir insanın xoşa gəlməz, çəkindiyi şərdən Allaha sığınması vardır. Və həmçinin burada qasiq haqqında da götürdük. Qasiq gecədir. Çünki gecədən sığınılır. Gecə vaxtı bütün şərlər qaynayır, ortaya çıxır. Bütün şərlər demək olur gecə vaxtı. Məsələn, heyvanlar, vəhşi heyvanlar yuvalarından gecə vaxtı çıxır. Həmçinin şeytanlar gecə vaxtı yayılır, səpələnir. Və digər şərlər əsasən gecə vaxtı olduğuna görə və gecənin şərrindən Fələq surəsində Allaha sığınma keçir. Və həmçinin bu surədə və eyni zamanda götürdük ki, gün batdığı zaman şeytanlar səpələnir. Hədisdə də gəlir ki, yəni uşaqları saxlayın, buraxmayın. Şeytanların səpələndiyi, yayıldığı vaxtdır. Niyə görə? Çünki uşaqlar zikir bilmədiyinə görə, oxumadığına görə şeytanlar onlara toxuna bilir. Məsələn, böyük adam zikir oxuyur, zikirləri oxuyur, səhər axşam zikirlərini və şeytanlar səpələnsə belə ona təsir etmir. Amma uşaqlar isə bunu bilmədiyinə görə onları saxlamaq lazımdır. Qaranlıq çöktükdən sonra yenə buraxma olur. Və həmçinin burada düyünlərə üfürənlərin şərrindən Allaha sığınma keçir. Yəni burada seyrbaz kişilər və qadınlar hamısını əhatə edir və eyni zamanda həsəd aparanın şərrindən Allaha sığınma keçir. Və burada eyni zamanda bura aiddir. Cinlər və insanlardan olan şeytanlar bura daxildir. Çünki cinlər də həsəd apara bilir. Cinlərin də gözü deyə bilir. Buna nə qədər dəlillər var ki, yəni cinlərin də gözü deyə bilir. Və ona görə insan sünnədə gələn dəlillərə riayət etməlidir ki, paltar çıxartdığı zaman Bismillah deməlidir ki, yəni onların gözü dəyməsin. Çünki Allah Teala buyurur ki, İnnehu yarakum huve ve qabilu min haythu la tarawun. O və onun qəbiləsi sizin görmədiyiniz yerdən sizi görürlər. Yəni biz onları görmür, onlar isə bizi görürlər. Ona görə hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Bismillah kəlməsi insanın ayıb yeri ilə cinlər arasında bir pərdədir. Amma Bismillah dediği zaman, paltarını çıxartdığı zaman artıq onlar görə bilmirlər. Və Uqbə ibn Amirdən gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mə təavvədə mütəavvizun bimislihimə. Yəni sığınan kimsə, yəni bu iki surə kimi başqa birisi ilə Allaha sığınmamışdır. Yəni sığındığı, yəni dualar, surələr içərisində ən güclü sığındığı surə Fələq və Nəs surələrdir. Və bu surələr ikisi Peyğəmbər sallallahu aleyhi ve sellem nazil olmuş və bu iki surə ilə sehirdən müalicə olunmuşdur, ruqya olunmuşdur, ovsun olmuşdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bundan əvvəl nə ilə sığınırdısa, onları tərk edir. Və bu iki surə ilə artıq Allaha sığınmağa başlayır. Ona görə burada keçir ki, insan sabahladığı və axşamladığı zaman 3 dəfə İxlas, 3 dəfə Fələq və 3 dəfə Nəs surələrini oxuyarsa, ona hər şeyə qarşı kifayət edər. Demək, bu 3 surənin oxunması insanı hər bir pislikdən qoruyur.